Azərbaycan Respublikasının vətəndaşı Əzimov Rövşənə Mübariz qızı. Çarəsiz qaldığım üçün bu videonu çəkirəm. Uşağım və ailəm təhlükədə olduğu üçün. Hörmətli cənab prezidentim İlham Əliyev və hörmətli birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, hörmətli Daxili İşlər Nazirliyi Vilayət Eyvazov və Baş Prokurorluq Kamran Əliyev və hörmətli Baş Mütəşəkkir Cinayət Mübarizəsinin İdarəsinin rəhbərliyi. Mən keçmiş həyat yoldaşım Elçin Vidadiyev tərəfindən şantaj və ciddi təhdidlər məruz qalıram. Mən ailəm və qohumlarım qarşı qorxu, ölüm təndiq edilir. Bu vəziyyət məni çox və ağır psixoloji vəziyyət salıb. Həyat təhlükəli olduğunu hiss edirəm. Bir vətəndaş olaraq dövlətimə və qanunlarımıza güvənirəm və sizdən xahiş edirəm. Bu məsələ təcrüblə araşdırılsın və uşağımın və ailəmin təhlükəsizliyi təmin edilsin. Bütün sübutları hüquqi mühafizə orqanlarına təqdim etməyə hazıram. Xahiş edirəm bununla bağlı. Hal-hazırda mən ölüm həddinə çatdırılıb. Mən özümə qəsd etsəm, mənim ailəmdən hər hansı bir şey olarsa cavabdeh Elçin Hüseynovdur. Baxın dostlar, sadəcə bu şərəfsizlər, mən ona görə deyirəm, bu oğraş ölkəni paraliz edir. Baxın, bu qadının, bu xanımın özdə baxın, vilayətə və yaxud da İlhama Mehribana deməli, xahiş müraciət edənə qədər görün neçə mərtəbə var. Kənd Soveti, icra nümayəndəsi, bələdiyyə, oradan qalxdın deyək ki, Uçaskov sahə müvəkkili, ondan sonra deyək ki, rayon üzrə ərazi nə bilim nəyi, sonra oradan getdin rayon polis idarəsi və gör, bu neçə mərtəbə hamısı ölü vəziyyətindədir. Yəni, heç kim iş görmür. Sadəcə olaraq, indi ola bilsin ki, onun ərini çağırıblar, 5-10 manatını alıb rayon polis idarəsinin rəisi və yaxud da heç bu bilmir ki, kimə müraciət eləmək lazımdır. Yəni, ola bilər, baxın, gözəl göçmən əvvəlcə elə bildim ki, bu ərdə danışandan sonra baxdım ki, bu cavan qızdır, baxın, uşaq deyil. Mən ona görə dostlar, bu şeylərin əleyhinəyəm ki, biz ona görə deyirəm, Allah hamının evladını, canını sağ eləsin. Ona görə deyirəm ki, evladlarınızı bədbaxt eləməyin. İnanın, mənim də bir oğlum, bir qızım var. Mən, yəni, onların özümə söz vermişəm ki, mən bu sahədə onların işinə qarışmayacaq. Mən sadəcə olaraq əlimdən gələni edirəm ki, onlar institutu qutarsınlar və özləri ayaq üstə durmağı bacarsınlar. Yəni, ondan sonra, məsələn, mən deyək ki, mən ailə quranda mənə heç kim evdə gəlib, heç kim, ümumiyyətlə, Allah ölənlərinizə rəhmət eləsin, mənim atam da bu sahədə demokrat bir adam idi. Yəni, məndən kiçik qardaşım da, ondan əvvəlki də, yəni, hamısı, məsələn, kimi deyib, atam həmən onları toyun eləyib, evləndirib, yəni bu qədər bəsidir. Hətta mənim bir bacım var idi, Allah ölənlərinizə rəhmət eləsin, atam, yəni bacım indi də var və ona elçi gəldilər, dedi ki, inanın, mən yenə deyirəm, indi baxıram, fikirləşirəm ki, atam nə qədər haqlıymış. Və söhbət filan zat oyanmayan gəldilər, xəbərdarlıq zat, özümüz yığışmışdıq öydə, bu atam indi ailə içində söhbət edən dedi ki, mən dedi şəxsən razı deyiləm. Amma istəyirsənsə get. Əgər sən istəyirsənsə, inanın, Allah'ın olsun. Və mənim böyük bacım o erməni terrorunun qurban oldu. O Qazaq. Tbilisi Ağdam avtobusunda bəs o Gəncədə partlayanda o dünyasını dəyişdi orada. Uşağı qaldı. İndi o uşaqlar şeydədir, Dalnivostokda. 3 oğlu var idi. Üçü də orada işləyir bu saat. Yəni, yaşayırlar. Yəni, Allah canlarını sağ eləsin. Və mən ona görə deyirəm ki, bizim anamız, deməli, biz uşaq olanda, mənim onda 10 yaşım var idi, mənim anam dünyasını dəyişəndə. Və ondan sonra atam, yəni bizi belə demokratik böyüdük. Yəni o nöqteyi nəzərdən deyirəm ki, yəni mane olmayıb heç birimizə və sadəcə olaraq çalışıb ki, biz oxuyaq. Hətta mənim yadımdadır ki, mənim böyük qardaşım, deməli bir dənə 4'ü var idi son iclas şeydə, valideyn iclasında. Həmişə atam mənə deyirdi ki, əgər sənin yaxşı oxumursansa, məni valideyn iclasına göndərmə.
Əgər mənə orada səndən nəsə bir söz deyəcəklərsə, məni bəri başdan demən getməyin. Ona görə ki, mənim atam deyirdi ki, bax, mən səni naxıra göndərmirəm, kolxoza göndərmirəm, ona mən istəyirəm ki, sən oxuyasan. Bax, sən görürsən, atam deməli, mənim əmim Eyvazov İslam, deməli, Yusufovdur bizim familiyamız, sonra, yəni nəsil Yusufov, sonra bizim qardaşım dəyişdi, yəni babamın, həmən bu Ayvazov, Eyvazın familiyasını götürdük. Deməli, bu təsəvvür edin, deyirdi ki, əgər sən yaxşı oxumusansa, qiymətlərini niyə qeybsən, havayı məktəbə niyə gedirsən, 8-dən çox get. Məsələn, bizdə elə adamlar da var idi. Həmən, deyək ki, bir Allah rəhmət eləsin, Zakir kişi var idi. Bir yaxınlarda eşitdim ki, rəhmətə gedir. Yəni, yoldaşı da gedib özdə. Uşaqlar 8-i bitirən kimi götürürdü, qoyurdu kolxoza, biri traktoristdir, biri filan nə bilim. Yəni, o nöqteyi nəzərdən deyirəm, dostlar. Yəni, siz çalışın sadəcə olaraq. Uşaqlarınız ayaq üstə durmağı bacarsın. Yəni, baxın, bax, gənc qızdır bu, haradasa. Bunun çox olsa 20 yaşı olar. Mən çətin ağım danışığını zordan oxuyurdu, üzündən oxuyurdu danışdıqlarını. Və indi təsəvvür edeyim, bunu götürüb kiməsə veriblər. Yəni, mən yenə deyirəm, bizim indi bu dəhşətli bir şeydir. Biz anlamırıq bəzən. Bəzən də, məsələn, deyirik ki, bizim atalarımız, babalarımız heç, deyək ki, toy gününə kimi üzlərini görməyib filan. Yəni, o zaman, o adətə görə filan, amma onlardan da, məsələn, deyək ki, sonradan ki, bunlar bir-birlərinə bərkişiblər, yəni sevişiblər, seviblər bir-birlərini, yəni bir-birlərinə söykəniblər, yəni o qadınların böyük vətən müharibəsi illərində filanda, yəni bir saçını ağ, bir saçını qara hörüf o kişilərin yolunu gözləyiblər. Yəni bu nöqteyi nəzərdən şeylər var idi, yəni adətlər, ənənələr var idi. Məsələn, deyirəm, mənim atam 2 qardaş olublar bunlar. Biri gedib böyük vətən müharibəsinə, İslam. Gedib fitneşənci deyək ki, 43-cü yoxsa 44-cü ildə qara kağız gəlir. Yəni, bir məytuf gəlib ki, bəs yoxa çıxıb, yoxdur, İslam itkin düşür. Və Allah ölənləriniz rəhmət eləsin, nənəm axırıncı günə kimi yolunu gözləyirdi onun. Deyək ki, o 86-cı ildə dünyasını dəyişdi və biz elə həmən o oğlunun şəkli ilə bunu bir yerdə deyək ki, başdaşına vurduq. İndi İslamın elə bir məzarı kimi. Bilirsiniz. Yəni, o nöqteyi nəzərdən deyirəm. Sonradan deyirəm, atam da təsəvvür edin, əskəriyə getməmiş evləndi 18 yaşında. Bir qız istəyirdi, onu da buna verməyiblər. Qızdan da razılaşıb götürüb qaçmışdı onu. Sonradan Allah rəhmət eləsin, daim son şeyə kimi, yəni atamla araları sərin idi, danışmırdı. Yəni, qız götürüb qaçdığına görə. Yəni, o nöqteyi nəzərdən deyirəm ki, buna görə də anam, nənəm həmən atamı oxumağa getmək istəyirmiş, qoymayıb ki, indi fikirləşib ki, İslam getdi, müharibəyə gəlmədi, bunu da buraxsam, bu da getdi, ondan sonra bəs öydə nəsildə kim qalacaq, qoymayıb getməyə. Təsəvvür edin. Yəni, o nöqteyi nəzərdən deyirəm ki, indi bu gənc qız, buna indi nə deyiblərsə, bu götürüb mikrofonu şey deyiblər də, götürüb İlham Əliyevə, Mehriban Əliyevəyə, nə bilim, Vilayət Eyvazova, hamısı da dəladuz. Hamısı da anasının əmcəyini gəzən şərəfsiz insanlar. Bu da gözəl qız. Sabah çağırdı, filan oyandan başqa təkliflər, biraz anarı bəri. Yəni, bu namussuzluğu bunlar eləyirlər, bugün deyirlər. Yadınızdadır mı? Əl-Zamin Salyanlı balası. Bu saat türmədə həmin o polisin Salyanda bir ailədə bir qızı zorladığına görə, onu müdafiə elədiyinə görə yatır, yadınızdadırsa. Yəni, məsələ budur. Yəni, bu ölkə o qədər narahat, o qədər dəhşətlidir ki, yəni, istər-istəməz o nöqteyi nəzərdən mən deyirəm ki, baxın, və yaxud da bəyək ki, o uşaq, baxın, mən o, deyək ki, o 4 ailəyə baxıram deyən, onun nə yaşı var kişilər? 18-19 cavan uşaqdır bu.